Fəridə xanım, xoş gördük. Hoş gördük. Bu günlərin bu festivalda təşkilatçısınız. Mən bilmək istəyirəm ki, neçənci dəfədir AFN Transport şirkətindən işləyirsiniz, neçənci ildir işləyirsiniz bizlə? Biz artıq 6 ayda işləyirik. Bizim ilk keçən dəfə yanvarda Şağdağda festivalımız olub. Qışda çox çətin bir festival idi və ilk dəfə orada başladıq əməkdaşı. İki dəfədir artıq bu köç festivalında bir yerdə işləyirik. Bu gün də Qobustandayıq biz. Bu gün Qobustandayıq. Bu gün 2 günlük elektron musiqili festivaldır. Məncə Azərbaycanda çox böyük bir, çox ekstremal bir yerdə təşkil olan bir festivaldır. Daşınma xidmətlərini AFN-ə həvalə etdiyiniz kimi peşman deyilsiniz. Yox, qətiyyən niyə peşman olaq? Əksinə hər şey çox yaxşı keçdi. Çox sağ olun. Ən razı qaldığınız tərəf hansı tərəfdir? Bizim kuratorlarımız işi tam özünə ala bilirlər. Bizim üçün bu çox aldı. Çünki bizim staffımız çox böyük deyil. Ona görə biz sizdən bu qədər dəstək almağın bizim çox böyük plusdur. Yəni onlar sizlə bərabər bir komanda kimi çalışırlar. Bəli. Buradan bizlə çalışmayanlara nə demək istəyirsiniz? Məsləhət görərdim ki, bir dəfə try eləyə bilərsiniz. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun, minnətdaram.